Salam dəyərli müəllimlər. Bugünkü dərsimiz 5-ci sinifin 21-ci mövzusu olan ülgülərin hazırlanması və parçanın biçilmə texnologiyasıdır. İlk öncə gəlir ülgünün hazırlanma texnologiyası necə yerinə yetirilir. Deməli, ilk öncə məmulatı tikməzdən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırlar. Baxın, əsas məqamlardan biridir. Məmulatı tikməmişdən əvvəl onun bütün detallarının nəyini hazırlayırlar? Ülgüsünü. Tikməmişdən öncə. Daha sonra kağız ülgülər müxtəlif üsullarla hazırlamaq olar. Ülgünün hazırlanmasının iki üsuluna baxaq. Burada iki üsulunu verib. Birinci üsul və ikinci üsul. Birinci üsul düz bucaqlı və yaxud da ki sadə quruluşlu detalları damalı kağızda xəttkeş və sadə karandaşın köməyi ilə əvvəlcədən götürülmüş ölçülər üzrə çəkilir. Deməli, düz bucaqlı və başqa sadə quruluşlu detalları birincidə damalı kağızda hansı alətlərlə xəttkeş və sadə karandaşın köməyi ilə əvvəlcədən götürülmüş ölçülər üzrə hazırlanır. Bu birinci məqam, yəni birinciyə aid olandır. Daha sonra ikinci nədir? İkincisi, moda jurnallarında ülgülər öz həqiqi ölçülərində verilir. Harda? Moda jurnallarında öz həqiqi ölçülərində əlavə vərəqlərdə verilir. Belə ülgülərin sürətini çıxarır, yəni şəffaf kağıza karandaşın köməyi ilə köçürür və bundan sonra kəsirik. Baxın, burada ülgüsünü çıxardır. Şəffaf kağız, bilirsiniz ki, ülgülərin çıxarılması üçün şəffaf kağızdan istifadə olunur. Ülgülərini çıxarır, şəffaf kağıza karandaşla köçürür və bundan sonra isə kəsilir. Bu isə ikinci məqamıdır. Sonra burada şəkillərdə ülgünün çıxarılmasını göstərib. Şəkil 1-də şəkillərdə diqqətlə baxırıq. Bu nədir? Ülgünün çıxarılması. Bu nədir? Parçanın kəsik yerinin düzəldilməsi. Bu isə əyriliyin aradan qaldırılmasıdır. Sonra gəlirik parçanı necə biçirlər? Parçanın biçilmə ardıcıllığıdır bu. Birinci nədir? Birinci, buğa vermə. Buğa vermə nədir? Parçanı biçmədən əvvəl aparılan nəmisli emaldır. Buğa vermə nəmisli emaldır. Hazır məmulat birinci yumadan sonra kiçilməsin. Nəyə görə buğa veririk? Yəni, bu məmulat birinci yumadan öncə kiçilməsin. Əsasən də hansı? Pambıq və kətan parçalar. Əvvəlcə yuyulur. Biçmədən öncə əvvəlcə həmin parçalar yuyulur, qurudulur və yaxşı ütülənir. Bu oldu nə? Bu oldu buğa vermə. Sonra ikinci isə kəsiklərin düzəldilməsidir. Şəkildə də göstərmişdik. Kəsiklərin düzəldilməsi. Sonra əgər parça əyri kəsilibsə, biçmədən qabaq kəsikləri düzəltmək lazımdır. Baxın, adında da verir. Kəsiklərin düzəldilməsi, əgər parça əyri kəsilibsə. Açar məqamları deyirəm. Bitmədən qabaq kəsikləri düzəltmək lazımdır. Görürsünüz nə qədər kəsik sözü var burada. Parçanın, gəlir indi bunun kəsilmə prosesinə. Parçanın əyri tərəfindən kəsik boyu sapın birini çıxartmaq, onun izi ilə parça zolağını kəsmək. Necə oldu? Parçanın əyri tərəfindən kəsik boyu bir sap çıxart və onun zolağı ilə, onun izi ilə parça zolağını kəs. Bu kəsiklərin düzəldilməsinə aiddir. Sonra üçüncü, əyriliyin aradan qaldırılması, hansı ki şəkil 3-də idi. Kəsiklər düzəldilmiş parçanı üst tərəfi içəri olmaqla, şəkil üzərindən deyəcəm, baxın, artıq kəsiklər düzəldilmişdir, əyriliyi aradan qaldırır. Baxın, üst tərəfi, görürsünüz bu üst tərəfidir, içəri olmaqla qatlanır, ikiyə qatlanır. Üst-üstə qoyub ikiyə qatlanır. Bəli, üst-üstə qoyublar, iki hissəyə qatlanıb. Sonra uclarından tutub diaqonalları üzrə dartırlar. Əyriliyin aradan qaldırılmasında açar məqam diaqonalları üzrə dartırlar. Sonra dördüncü, təbii ki bunlarda ardıcıllıqla öyrənirik. Yəni, heç olmasa buğa vermə, kəsik, əyriliyin düzəldilməsi, kənarların kəsilməsi. Yəni, bunu burada verilən kimi başlıqlarını ardıcıllıqla öyrənirsiniz. Kənarların kəsilməsi. Bu nədir? Parçanın kənarları bəzən çox cod olur. Ona görə də onları biçməzdən əvvəl kəsirlər.
Bu da nədir? Bəzən parçaların qırağına baxırsınız ki, daha çox mən fikir vermişəm, sintetik parçalarda olur. Sanki onların qırağı yanmış kimi olur. Baxırsınız ki, belə bərk belə necə deyim, jilka kimi olur, bəzən belə yanmış formada olur. Ona görə də deyir ki, parçanın kənarları cod olur. Ona görə də onları bitməzdən əvvəl kəsirlər. Bu nəyə aid oldu? Bu oldu kənarların kəsilməsinə. Zaten adında da var. Kənarın kəsilməsi, parçanın kənarları. Sonra 5-ci. 5-ci qüsurların aşkar edilməsi. Deməli, qüsurların aşkar edilməsi bitməmişdən əvvəl deşiklərin, ləkələrin qeyri-bərabər olan rəngləmənin qalın sapların aşkar edilməsi məqsədi ilə aparılır. Yəni adında da var. Qüsurların aşkar edilməsi nə ola bilər? Parçanın üzərində hər hansısa bir qüsur, deşik, qalın sap, daha sonra ləkə varsa, bunları neynirlər? Qeyd edirlər. Nə ilə qeyd olunur? Qüsurlu yerlər təbaşir və yaxud da ki, rəngli sapla qeyd olunur və bitmə zamanı onlar detalların kənarına salınır. Yəni parçanın tullantı hissəsinə əlavə olunur ki, yəni parçada itkiyə yol verilməsin. Sonuncu mərhələ isə parçanın biçilməsidir. 6-cı mərhələ, daha doğrusu parçanın sərilməsidir. Hazırlanmış parça biçilmək üçün iş masasının üzərinə nə olur? Sərilir. Əvvəlcə parça masanın üzərində üst tərəfi içəri olmaqla uzunu sapı boyunca tən yarıdan qatlanır. Baxın, uzunu sapı boyunca sərilməsində tən yarıdan qatla, sonra parçanın kənarlarını düzəldir və qatları əl ilə hamarlayır. Bu parçanın sərilməsinə aid olan mərhələdir, son mərhələdir. Sonra ülgülərin yerləşdirilməsi nədir? Geyilərkən ülgüləri nə üçün düzgün yerləşdirməliyik? Geyilərkən məmulat dartılmasın və formasını itirməməsi üçün ülgünü parçaya yerləşdirərkən dedik ki, geyilərkən məmulatın dartılmaması və formasını itirməməsi üçün ülgünü parçaya yerləşdirərkən fikir vermək lazımdır ki, parçanın uzunu boyu. Baxın, burada hər birində, burada da var uzunu, baxın, uzunu sapı boyunca tən yarıdan və burada da uzunu boyu sapın istiqaməti ilə ülgüdə olan xətlərin istiqaməti üst-üstə düşsün. Yəni, burada uzunu boyda hər birində. Yəni, eni və s. yəni çaşdırıcı cümlələrə belə deyirəm ki, yəni aldanmayasınız. Burada hər birində uzunu boyu sapın istiqamətlə ülgüdə olan oxların istiqaməti üst-üstə düşsün. Ülgünün detallarını parçanın üzərinə sancaqla bərkidirlər. Deməli, ülgülərin yerləşdirilməsi nə üçün lazımdır? Geyilərkən məmulatın dartılmaması və formasını itirməməsi üçün onları yerləşdirərkən fikir vermək lazımdır. Sonra ülgülərin təbaşir ilə nişanlanması və tikişlər üçün emal payı. Biçmə zamanı ülgü detallarının konturlarını və tikişlərin emal payını xəttkeş və dərzi təbaşir ilə dəqiq nişanlamaq lazımdır. Nə ilə? Konturlarını, biçmə zamanı ülgü detallarının konturlarını və tikişlərin emal payını xəttkeş və dərzi təbaşir ilə dəqiq nişanlamaq lazımdır. Yəni, belə deyək də, onları nişan qoyurlar, tutaq ki, təbaşirlə dərzilərdə məncə görmüsünüz bir çoxunuz və yaxud da ki, sabunla qoyurlar. Daha çox tünd parçalarda istifadə olunur. Sabunla və yaxud da ki, dərzi təbaşiri ilə nə olur? Konturları boyunca belə deyək, nişanlayırlar. Hansı ki, daha sonra tikişlərin emal payı üçün, həm emal payı üçün, həm də ki, belə deyək, nişanlama işlərində ikisindən də istifadə olunur. Hansından? Xəttkeşdən və dərzi təbaşirindən istifadə olunur. Detalların kəsiklərini uyğunlaşdırdıqdan sonra tikiş xətlərinin üst-üstə düşəcəyinə əmin olmaq olar. Daha sonra burada fikir verəcəyimiz əsas məqam biçmə zamanı ülgü detalların, konturların və tikişlərin emal payını nə ilə nişanlayırıq? Xəttkeş və dərzi təbaşiri ilə. Sonra müəllimlər, burada ülgünün təbaşir ilə nişanlanmasını göstərib, görürsünüz. Bu da emal payıdır. Digərində isə detalların biçilməsini göstərir. İndi gəlirik biçilmə nədir? Tikiş məmulatlarının detallarının biçilməsi nədir? Detalların dərzi qaydası ilə tikişlərin emal payları nişanlanmış konturlar üzrə kəsilməsidir. Yəni, artıq biz parçanı nişanlamışıq, yəni konturlar üzrə nişanlanıb xətlərini çəkmişik. Artıq nə edirik? Onu biçirik. Biçmə zamanı da nədən istifadə olunur? Dərzi qaydasından istifadə olunur.
Detallar tikişlərin emal payını nəzərə alaraq biçirlər. Yəni orada emal payları qoyulur da, bilirsiniz, içəri qatlayırlar bir qədər, 10 sm nə qədərsə belə. İndi hər parçanın növündən asılı olaraq, tikişin növündən asılı olaraq fərqli-fərqli ölçülərdə qoyulur həmin o emal payları. Tikiş məmulatının detallarını biçəndə dərzi qayçısını elə tuturlar ki, onun enli tərəfi masaya dirənsin. Hara? Masaya dirənsin onun enli tərəfi. Daha sonra müəllimlər, tikiş üçün emal payının miqdarı nədən asılıdır? Tikiş üçün emal payının miqdarı tikişin təyinatından, tikişin növündən və məmulatın emal edilən kəsiyinin süzülməsindən də çox asılıdır. Deməli, nədən asılı oldu? Tikişin təyinatından, növündən və məmulatın emal edilən kəsiyinin süzülməsindən çox asılıdır. Dərsimiz bu qədər müəllimlər. Hər birimizə uğurlar olsun.